Əziz bilgələr, bu dəfə sizə Türkiyənin, yəni Osmanlı dövlətinin süqutu, Türkiyə dövlətinin yaradılması və Türkiyənin yaradılışdan 2-ci Dünya müharibəsinə qədər olan dövrü haqqında yeni dərsliyə əsasən söhbət edirəm. Birinci növbədə xəritədə Türkiyə ərazisini göstəririk. Burada Kiçik Asiya ərazisində yaşıl rənglə göstərilmiş ərazi əhatə edir Türkiyə ərazisini. Əvvəlcə onu deyirik ki, 1-ci Dünya müharibəsi dövründə danışanda biz Osmanlıdan danışırıq. Təbii ki, deyirik ki, Osmanlı 1-ci Dünya müharibəsində məğlub dövlət kimi çıxdı. Avtomatik Osmanlı dövləti ilə 1-ci Mudrosu imzalayaraq çıxdı. 18-ci ilin oktyabrın 30-da Mudros limanında müqavilə imzalayır, təslim aktı idi bu. Və bundan sonra artıq Osmanlı ərazisi ilə bağlı bir sıra ideyalar irəli çıxmışdı. Bu bölüşdürmə məsələsi ilə bağlı. Sevr müqaviləsində, birazdan onun ətrafında danışacağıq. Sevr müqaviləsində görə 4 dövlət arasında bölüşdürülmüşdü. Osmanlı ərazisi, məsələn, Antalya ətraf bölgələri verilməli idi İtaliyaya, Mosul, İskəndərun İngiltərəyə verilməli idi, İzmir ətrafı isə düşürdü Yunanistanın payına. Bir də Suriya ərazisində bir sıra torpaqlar verilməli idi Fransaya. Lakin, belə deyək ki, ümumiyyətlə, yekun olaraq onu demək olar ki, Osmanlı iqtisadiyyatı çökür 1-ci Dünya müharibəsində. Eyni zamanda dövlət süqut eləyir. Artıq bu Dünya müharibəsindən sonra baş vermiş hadisələrdir. Yəni, Dünya müharibəsinin Osmanlı üçün nəticələri bölməsindən danışanda deyirik. Hansı ki, elə 1-ci Dünya müharibəsinin gedişində Osmanlıya qarşı bu hərəkətlər həyata keçirilərkən Osmanlı xalqı bir azadlıq mübarizəsi başladır və 1918-dən 23-cü ilə qədər əhatə edir. Bu, Qurtuluş hərəkatı adını qoyurlar. İndi bu hərəkatdan danışanda biz danışaq 19-cu ildə baş vermiş hadisələrdən zaman-zaman da yavaş-yavaş gedək. Birinci növbədə biz deyirik ki, 19-cu ildə bu Anadolu ərazisində üsyanlar baş vermiş deyə. Eyni zamanda 19-cu ildə Yunanlar İzmirə qoşun çıxartmışdılar. Birinci bu üsyanları yatırmaq üçün Mustafa Kemalı göndərirlər ki, get üsyanları yatır. Mustafa Kemal da Sultan hakimiyyətin qərarına qarşı çıxır. Və gəlib Anadoluya gəlir, amma deyir, burada üsyanları yatırmaq əvəzinə keçir üsyançıların tərəfinə və xalq hərəkatına başçılıq eləməyə başlayır. İndi hələ ki, amma Mustafa Kemal yekdil başçı deyil idi, bir neçə dənə başçı var idi burada. Ümumiyyətlə, məsələn, 1-ci Dünya müharibəsinin nəticələrindən dəyəndə bir cümlə indi qəfil yadıma düşdü, onu da deyim ki, deyir, Gənc Türklər Partiyası buraxıldı 1-ci Dünya müharibəsindən sonra və üzvləri xaricə qaçdılar. İndi bu başçıların gedişi də artıq ölkədə bir qarma-qarışıqlıq yaratmışdı və Mustafa Kemal gəlir 19-un yayında Hüquqların Müdafiəsi Cəmiyyətini yaradır. Və deyir ki, bu Hüquqların Müdafiəsi Cəmiyyətinin vəzifəsi Mudros sülhü əsasında Osmanlının, daha doğrusu, dolayısıyla da hələ ki Osmanlıda, Osmanlının ərazisini qorumaqdan ibarət. Yəni, Mudrosdan sonra həyata keçiriləcək bölüşdürmələrin qarşısını almalıydılar. Burada bunun ardınca 19-cu sentyabrında yaxud payızında Sivas Kongresi keçirilir. Bu Sivas Kongresində yenə eyni şey qərarı alınır. Bunlar bir təşkilatların yaradırlar və mübarizəyə başlayırlar. Bu mübarizədə şeydən tələb edirlər, sultandan tələb edirlər ki, misaq-ı milli, yəni milli andı qəbul elə. Bu milli andda da ondan danışırdı ki, yəni Osmanlı dövlətlərinin sərhədləri hansı ərazilərdir və o sərhədlərin qorunması üçün nə etmək lazımdır və s. Yekunda bu sultan qəbul eləyir həmin misaq-ı millini, amma buna cavab olaraq bu işğalçı qüvvələr gəlirlər İstanbula qoşun yeridirlər. İstanbuldakı deputatlar məclisini qovurlar. Mühasirəyə alırlar, sonra da deputatları qovurlar oradan. İndi və bundan sonra artıq 20-ci ilin aprelində Ankarada Türkiyə Böyük Millət Məclisi, TBMM fəaliyyətə başlayır. Türkiyə Böyük Millətlər Məclisi fəaliyyətə başlayır və bu məclisin sədri olur Mustafa Kemal. Və onlar ölkədə qanuni hakimiyyət elan edirlər. Avtomatik sultan hakimiyyətində təqzib edirlər də. Bu hadisədən sonra, məsələn, bayaq haqqında danışdığım Sevr müqaviləsinə gəlib çıxırıq. Sevr müqaviləsinə görə dedik, Osmanlının ərazisi 4 yerə bölüşdürülməli idi, yəni daha doğrusu 4 dövlətin arasında bölüşdürülməli idi. Osmanlının demək olar ki, varlığına rəsmən son qoyulurdu burada. Bayaq saydım, yenə təkrar edirəm. İngiltərə, Fransa, Yunanistan və İtaliya arasında bölüşdürülməli idi. Eyni zamanda Sevr müqaviləsinə görə. Deyək ki, Osmanlının, deməli, buradan götürsək şərq, buradan şimal-şərq ərazisində, təqribi bu hissədə Ermənistan yaradılmalıydı, Ermənistan vilayəti. Cənubi şərq ərazisində isə Kürdistan yaradılmalıydı. Bunların da himayəçisi olurdu İngiltərə. Amma indi yekunda prosesi yavaş-yavaş aparırıq. Təzə kitaba əsasən belə bir məlumat var ki, bu, belə deyək, TBMM fəaliyyətə başlayanda birinci daxildəki çaxnaşmaları aradan qaldırmaq üçün mübarizəyə başlayır və bu, həmin o göstərdiyim ərazidəki olan erməni daşnaq qüvvələrinə qarşı qoşun çıxardırlar.
və nəticədə 20-nin dekabrında Gümrük müqaviləsi imzalanır. Ermənistan Osmanlının ərazisini tanıyır və iddia elədiyi ərazilərdən geri çəkilir. Bundan sonra artıq keçirik 21-ci ildə. Müharibə taleyində həlledici döyüş olur. Köhnə kitablarda burada, məsələn, 21-ci ildə İnönü döyüşünü verirdilər. İsmət Paşanın adını qabardırdılar ki, İnönü ləqəbini alıb. Təzə kitabda bunu çıxardıblar. Yerinə gətiriblər Sakarya döyüşü baş vermişdi 21-ci ildə. Sakarya döyüşündə türk qoşunları qalib gəlir. Sənin onu yazmana ehtiyac yoxdur. Təzədə varsa ehtiyac yox. Sənə düşməyəcək. Bu gələnlə aid. Düşməz, narahat ol. Sakarya döyüşündə deməli Osmanlı qoşunları qalib gəlir. Amma burada bir məqam baş verir ki, Sakarya döyüşündə Mustafa Kemal yaralanır və döyüş meydanından çıxmır. Buna görə də ona marşal rütbəsi və qazi adı verilir. Artıq bundan sonra 21-dən sonra olan hadisələr Qazi Mustafa Kemala aiddir. Və burada bir şeyə diqqət edir ki, ən böyük tələ odur ki, 1934-ə qədər baş vermiş hadisələrin heç birində Mustafa Kemal Atatürk demirik biz. Atatürk çünki 34-dəki o soyad qanununa görə ona verilir də. Ora qədər biz Atatürk demirik, Mustafa Kemal deyirik. Bəs 21-ci ildən sonraki hadisələrə qazi deyirik. Məsələn, 19-da tutaq hüquqların müdafiəsi cəmiyyəti yaradıldı dedim ha. Onu Mustafa Kemal qazi yaratmayıbdı. Qazi Mustafa Kemal demək olmaz ona. Bilirəm, təzə kitablarda deyirəm, axı belə həyəcanlı qarşılama belə şeyləri. Hə, bundan sonra 22-ci ildə əks hücuma keçirlər və artıq işğalçı qoşunları öz ərazilərindən çıxartmağa başlayırlar Qurtuluş Hərəkatının nümayəndələri. Hə, burada təzə kitabda bu hissədə kəsilir. Xeyr, Mudanya yoxdur. Mudanya bu hissədə kəsilir artıq. Buradan sonra keçirlər Mustafa Kemalın islahatlarına. Ümumiyyətlə, təzə kitabda islahatları müxtəlif yerə bölüblər. Verilir burada. Mustafa Kemalın islahatları bir neçə mərhələyə bölüblər. Siyasi islahatlar var, hüquqi islahatlar var, iqtisadi islahatlar var, mədəni islahatlar var. Məsələn, siyasi islahatlardan danışanda birinci növbədə deyir ki, 1922-ci ildə Sultan hakimiyyəti noyabrın 1-də rəsmən ləğv edir. Bundan da Osmanlı dövləti süqut edir, bu bir. Bundan sonra 23-cü ildə, oktyabrın 29-unda Osmanlı, daha doğrusu Türkiyə Respublikası elan olunur. Bu iki. Bundan savayı 24-cü ildə, belə deyək ki, xilafət ləğv edilir. Eyni zamanda Şəriət Vəqf məhkəmələri, Şəriət Vəqf Nazirliyi ləğv edilir. Ruhanilərin əmlakı müsadirə olunur. Bu, Mustafa Kemalın həyata keçirdiyi siyasi islahatlarıdır. Sonra məsələn, hüquqi islahatdan danışanda biz burada qeyd edirik ki, 1924-cü ildə Türkiyə Respublikasının ilk konstitusiyası qəbul olunur və bu konstitusiyanın qəbul edilməsi eyni ildə olması SSR ilə oxşar xüsusiyyət ki, eyni ildə konstitusiyalar qəbul olunubdur. Bu konstitusiyaya görə hakimiyyətin mənbəyi xalq elan olunur. Türkiyə Demokratik Respublika olur. Bayaq dedim, Türkiyə Cumhuriyyət elan olunanda prezidenti Mustafa Kemal seçilir. İlk prezidenti 23-dən 38-ə qədər də fəaliyyət göstəribdir. Bundan savayı biz burada danışanda, belə deyirik ki, hüquqi islahatlar bölməsində danışanda, deyirik ki, orada şəriət məhkəmələri ləğv olunur. Eyni zamanda Avropa nümunəsində mülki və cinayət məhkəmələri qəbul olunur. Bu, onun hüquqi islahatları. İqtisadi islahatlardan danışanda deyirik ki, birinci növbədə mən bir şeyi Lozana konfransını danışım. Çünki Lozana konfransına burada əlaqəli bir şey var, ona görə deyirəm. Hansı ki, bayaq əks hücuma keçəndən sonra 23 yayında Lozana konfransında Antanta qüvvələrindən Osmanlı yoxdur artıq, Qurtuluş Hərəkatını Türkiyədə deyə bilmirəm, çünki mən buna Türkiyə Respublikasına düşmür bu. Qurtuluş Hərəkatını, yəni Kemalçılarla bir müqavilə imzalanır, Lozana müqaviləsi adlanır. Bu müqavilənin şərtinə görə deyir ki, Mudros müqaviləsindəki Türkiyənin sərhədləri tanınır, müstəqilliyi tanınır, avtomatik Sever müqaviləsi də düşür. İşğal rejimi ləğv olunur. Bayaq deməyi unutmuşdum ki, İstanbulda işğal rejimi yaratmışlar bunlar. Həmin o işğal rejimi ləğv olunur. Tamamilə çıxırlar. Bu Kemalçıların torpaqlarından gələcək Türkiyənin torpağına çıxırlar. Və bir cümlə var orada. Deyir ki, xarici dövlətlərə bir sıra kapitulyasiyalar verilir. Hansı ki, həmin kapitulyasiyaların verilməsi 1923-cü il Lozanna konfransına görədir. Həmin kapitulyasiyaların ləğv edilməsi isə Mustafa Kemalın islahatlarındadır. İqtisadi islahatların içərisində deyir ki, Lozanna konfransında verilmiş kapitulyasiyalar ləğv edilmişdir. Eyni zamanda etatizm siyasəti yürüdülmüşdü. Etatizm siyasəti dövlət kapitalizmi siyasəti idi. Dövlətin, belə deyək ki, iqtisadiyyat üzərində nəzarət tətbiq eləməsi, milliləşdirmə siyasəti həyata keçirdi. Özəl sektor dəstəklənir, amma dəstəklənməklə bərabər milli sektor yaradılmışdı. Yəni, məsəl üçün, əsas sənaye sahələri xarici şirkətlərdirlərsə, onlar alınır, yerli sahibkarlara verilməyə başlanır.
Bunun nəticəsində də ölkədə iqtisadiyyat yavaş-yavaş inkişaf edir. Planlı iqtisadiyyat tətbiq edilməyə başlayır. Bax, planlı iqtisadiyyatın tətbiq edilməsi SSR ilə oxşar xüsusiyyət ola bilər. Elə 20-30-cu illərdə aid edə bilərik. Bu iqtisadi siyasətin nəticəsində əslində Türkiyə iqtisadiyyatı güclü inkişaf edir. Kənd təsərrüfatına dəstəyini göstərir, yaradır. Aşar vergisini, yəni onda bir vergisini ləğv edir, bu önəmlidir. Eyni zamanda deməli burada aşarı ləğv eləyir. İncə bir söz yadıma düşmüşdü, bax çıxdı ağlımdan. Aşar vergisini mərkəzi bank yaradır, bəli. Bank sistemini təkmilləşdirir və mərkəzi bank yaradır ki, bu da ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir edir. Bu iqtisadi sahədə olan islahatlardır. Mədəni sahədə isə Avropa nümunəsində təqvimlər yaradılır. Latın qrafikalı əlifbaya keçirilir. Deyir, bu da hətta Azərbaycan SSR-in Latın qrafikalı əlifbaya keçməyinə önəmli rol oynamışdı. Bir də orada axırda bizə soyad haqqında qanun verilir ki, 34-cü soyad haqqında qanun qəbul olunur və buna Mustafa Kamala Atatürk ləqəb verilir. 34-dən o yana onun Atatürk kimi fəaliyyəti başlayır. İndi isə biz Mustafa Kamalın həyata keçirdiyi islahatların verdiyi bəhrədən söhbət edirik, yəni xarici siyasətdən söhbət edirik. Bu 23-cü ildən sonra baş vermiş hadisələrin xronologiyasını yazdıqda biz yazırıq 1932-ci il, 1936-cı il, 1937-ci il. Birinci növbədə deyirik ki, 1932-ci ildə Türkiyəni Millətlər Cəmiyyətinə qəbul edirlər, yəni Türkiyə Millətlər Cəmiyyətinə daxil olur. 36-cı ildə Türkiyənin ən böyük uğuru Montreux konfransında əldə etdiyi hüquqlar olur. Belə ki, Montreux konfransında yenidən baxır məsələyə, Qaradəniz məsələsinə və orada deyir ki, əgər hansısa bir dövlətin sərhədləri yoxdursa Qaradənizdə, orada donanma saxlaya bilməz. Eyni zamanda Türkiyəyə hüquq verilir ki, müharibə vaxtı Qaradənizin boğazlarını bağlaya bilər. Montreux konfransı Türkiyənin həmin dövrdə böyük uğuru hesab olunur. Mustafa Kamalın bir ifadəsi vardı. Mustafa Kamal deyirdi ki, yurtda sülh, cahanda sülh belə bir ifadəsi var. Yəni o müharibələrin əksinə idi. Əksinə bu əksinə deyəndə nəyi nəzərdə tuturam? Çünki Mustafa Kamal başa düşürdü ki, ölkədə iqtisadiyyatı gücləndirmədən, sabitliyi təmin etmədən müharibəyə girsən məğlub olasan. Ağırlıdır çünki hərbiçi idi də Mustafa Kamal. Və nəticədə bir tərəflik haqqında 37-ci ildə Səədabad paktı imzalanır. Baxaq. Səədabad paktı ilə Türkiyə 2-ci Dünya müharibəsi ərəfəsində, bax müharibə illəri deyil, 37 ərəfəsində bir tərəfliyini elan edir. Və bizə belə bir sual düşə bilər, deyə bilər ki, Türkiyənin 2-ci Dünya müharibəsi ərəfəsində bir tərəfliyini elan etmişdi, yox, sübut etmişdi Səədabad paktı. Montre deyil, Lozanna deyil, Mudros deyil, başqa bir adlar tullaya bilər, onların heç biri deyil. Səədabad paktında 4 dənə dövlət iştirak eləmişdi. Türkiyə idi, Əfqanistandır, İrandır, İraqdır. Bunlar bir-birlərinə söz verirlər ki, əgər iştirakı müharibə başlasa, biz bir-birimizə hücum eləməyəcəyik və ərazilərimizdən təbii ki, istifadə olmasına imkan verməyəcəyik. Və bundan sonra 38-ci ildə Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk vəfat edir. Ondan sonra hərəkatın yaxın nümayəndələrindən biri İsmət Paşa, İsmət İnönü Türkiyənin prezidenti seçilir. O isə Türkiyənin sonrakı dövr tarixində bu barədə söhbət edirik. Bu Türkiyənin respublika dövründə bizim nümayəndələr, hətta orada deyək ki, Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti özü Türkiyəyə əlaqə saxlayırdı. Sonrakı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bəzi nümayəndələrimiz var. Məsələn, Qarabağdakı üsyançılar var idi. Həmin üsyançılar belə döyüşə-döyüşə gedib çıxmışlar Türkiyə, hətta deyir orada qarşısını alınmasına kömək eləmişlər. Sonrakı dövrdə bu məsələ ilə burada yer verim. Antanta ilə mübarizə aparan dövrdə Mustafa Kamal Antantanın düşməni olan Sovet Rusiyasına yaxınlaşır. Sovet Rusiyası da, yəni SSR olduğu dönəm ayrı, Sovet Rusiyası ayrı. Ona görə iki ifadənin ikisini də qeyd edirəm. Onlar da fikirləşirdilər ki, Mustafa Kamalla belə yaxınlaşaraq onu kommunizmə çəkə bilərlər də. Mustafa Kamal da başa düşürdü ki, o Antanta ilə dalaşmaq istəyirsə, bunlarla yaxınlaşmağa məcburdur. Yəni bir sürü deyək ki, Sovetlərin, yəni kommunistlərdən istifadə edir. Hətta o dövrdə Azərbaycanda Nərimanov deyir, əhalidən qızıl yığıb aparır, onlara köməklik eləyir. Amma işlər Stalinin istədiyi kimi getmir. Mustafa Kamal ona nə qədər vədlər versə də kommunist olmur. Milli diktatura yaradır. Və indi bəzən Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda da bu amil önə çıxır. Deyirlər ki, biz deyirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda 20-ci ilin aprelində Qırmızı Ordu bizim üstümüzə gələndə bizə deyirlər ki, bəs Mustafa Kamala köməyə gedirik, yol açsın. Biz də yol açırıq, görə köməyə getmirlər, gəlirlər, Bakını işğal edirlər. Bu uşaqlara keçirlər, uşaqlar da bunu oxuyanda fikirləşir ki, indi burada Mustafa Kamal satqındır, yoxsa Rəsulzadəgir satqındır. Əslində,
O qoşun Bakıya gələndə ağlı başlı adamların hamısı bilir ki, bu Mustafa Kemal söhbəti deyil də. Yəni bunlar bəhanə edib gəlirlər. Sadəcə bir malalamaq üçün Mustafa Kemal adını verir ki, orada Türkiyəyə köməyə gedirdilər. Bəs yaxşı, indi Türkiyə bizi satıbmı? Belə bir alim var. Türkiyədə bir alim var, adı yadımdan. Adnan Mısırlı idi, Mısırlı bir adam var, qoca kişidir. Deyir, bəs Kemalçılar Azərbaycanı satmışdı. Əslində hə. Çünki niyə satmışdı, nətər olmuşdu, prosesə nətər baxmaq lazımdır. Belə ki, Türkiyənin özü pis vəziyyətdə idi onda. Türkiyənin bizə kömək eləmək kimi şansı yox idi. Çünki Antanta bir tərəfdən dirəmişdi, bir dənə işıq yolu açılmışdı, o da SSR-də. Onda SSR deyil, Sovet Rusiyası. Sovet Rusiyası da təbii ki, deyir ki, mən sənə kömək eləmişəm, sən də mənə biraz yaxşılıqlar eləyəsən də. Bu yaxşılıq da belə idi ki, Azərbaycana girəndə Sovet Rusiyası Türkiyə reaksiya verməməli idi. Ondan sonra reaksiya verməyə halı yox idi, vəziyyəti yox idi. Yo, əslində bilirsən nətər, burada tam Türkiyə xalqını günahlandırmaq olmaz. Niyə? Çünki bu AXC-nin mövcudluq dövründə, yaxud onun süqut dövründə Nuru Paşanın başçılığı altında fəaliyyət göstərən Qafqaz İslam Ordusu bizə böyük köməkliklər eləmişdi. Yəni ona görə bunu haqqı yerə vurmaq olmaz da. Sadəcə indi burada Mustafa Kemal da xain çıxartmaq mənası yox. Çünki yəni birinci növbədə qardaşlıq öz yerindədir. İnsan birinci özünü fikirləşir də, təbii ki, dövlətlər də eyni şəkildədir. O da heç, onu da danışmışam. İrəvanın verilməsinə günahkarı AXC-dir, Osmanlıdır. Onda belə deyirəm ki, yəni Mustafa Kemal birinci öz dövlətinin varlığını qorumalıydı. Lap bizə kömək eləmək istəsə belə, öz dövlətinin varlığını qorumalıydı. Amma Mustafa Kemal xain adlandırmaq olmaz. Nəyə görə? Biz indi Azərbaycan xəritəsi yoxdur. Mustafa Kemal pul verib İrandan Naxçıvanla sərhəd bölgədən nə qədər torpaq almışdı. Naxçıvanla sərhədimiz indi 17 kilometrdir. Naxçıvan Türkiyə sərhəd səhv eləmirəmsə, səhv yadımda qalmırsa, ya 13 yadımda qalıb, ya 17. İkisindən biridir. Yəni Mustafa Kemal Naxçıvana çox böyük önəm verirdi. Deyirdi ki, Naxçıvan Türk dünyasının qapısıdır. Yəni onun imkanı olsaydı bizə kömək eləyəcəkdi. Sadəcə imkanı yox idi. Yəni o birinci öz dərdini çəkməli idi. Mən yəni günahlandırmıram Mustafa Kemalı açığı. Yəni siz də əgər Mustafa Kemalı günahlandırsa biraz məntiqli davranmağa çalışın. Bir də buradan bir-iki şey barədə danışmaq istəyirəm, elə videodan fürsətdən istifadə edib. Son dönəmlərdə bu Mərkəzi Asiyadakı türk dövlətlərinin Cənubi Kipri müstəqilini tanıyıb, Şimali Kipri yaxud Türkiyəni işğalçı dövlət kimi tanımağı məsələsi bir ara gündəmə gəldi. Və burada Türkiyə mediasında Azərbaycan bir dənə bu türk dövlətlərinin içərisində Türkiyənin yanında durdu və Şimali Kipri müstəqilini tanıyacağını bildirdi. Türkiyə mediasında bizi nə tər təbliğ edirlərsə ki, Azərbaycan sözünün üstündə durdu. Nətər oldu? Bəs bu şeyə 11 milyard evro səhv eləmirəmsə pul ayrılmışdı Mərkəzi Asiya dövlətlərinə. Deyib bu pulu ayıram, amma bu şərtlə. İndi onlar da pulu alıblar. Onlar da dediyini eləyiblər. Amma mənim burada diqqətimi çəkən məsələ nə idi? Türkiyə Xarici İşlər Nazirliyindən, Türkiyə prezidentindən heç bir reaksiya gəlmədi bu hadisəyə. Yəni bu əgər həqiqətən satılma hadisəsi olsaydı, Türkiyə çoxdan reaksiya vermişdi buna. Mən fikirləşirəm ki, ona görə həmin Mərkəzi Asiya dövlətlərini xain adlandırmaqdansa bir balaca gözləmək lazımdır. Görək, bəlkə elə bir dəyişiklik oldu ki, hamımız yanıldıq, dedi ki, biz səhv eləmişik Mərkəzi Asiyaya. Yox, məncə burada nəsə bir ola bilsin ki, anlaşma var. Mən belə fikirləşirəm. Azərbaycanın da ki, Türkiyənin tərəfində durmağı normal bir şeydir, çünki Qarabağı almağımızda Türkiyə bizə həddindən artıq kömək eləmişdi. Amma qara qaşımıza, gözümüzə yox, pulumuza, sərvətimizə görə kömək eləmişdilər. Yəni dövlətlərin heç birinin, hansı dövlət olur olsun, heç bir dövlətin dost anlayışı yoxdur. Dövləti qoy qırağa, indiki insanların bir-biri ilə dostluq saxlaması artıq maddiyyat üzərində qurulmuş bir şeydir. Yəni nadir halda insanlar arasında mənəvi bağlar olur, bu çox nadir hallarda görülür. Yəni əgər insanlar arasında münasibət belədirsə, siz qəti surətdə dövlətləri günahkar çıxartmayın. Çünki dövlət insandan əvvəl sata bilər hər şeyi. Yəni indiki vəziyyəti qiymətləndirmək lazımdır. Sonrakı vəziyyətin nə olacağı barədə bir şey demək olmaz. Bizim üçün ən vacib olan Azərbaycan dövlətinin suverenliyidir, bütövlüyüdür. Azərbaycan xalqının rifahıdır. Birinci biz buna fikir verməliyik. Daha sonra gələcəkdə imkanımız olduğu təqdirdə Cənubi Azərbaycan belə deyək ki, qardaşlarımızın, soydaşlarımızın müstəqilliyini arzuluyuruq. Bugün də elə bir şey də yadıma düşdü, onu da deyim. Bugün də mayın 3-üdür. Mayın 3-ü beynəlxalq türkçülük günüdür, türkçülər günüdür.
3 may tarixində Türkçülər günüdür. Bu gün də təsadüfən Türkiyə dərsinin izahını çəkirəm. Amma bunu birinci gün paylaşacağam artıq. Uşaqlar sadəcə izləyəndə bilmiş olacaq ki, bu 6-cı gün çəkilmiş bir şeydir. Türkçülük eləmək üçün Azərbaycan dövlətinin siyasəti biraz qarmaqarışıqdır. Çünki Azərbaycan dövlətində milliyyətçilik anlayışına icazə verilmir. Bizdə hər millətin nümayəndəsi rahatlıqla öz millətinə mənsub olduğunu deyə bilir. Məsələn, Talış deyə bilir, mən Talışam, Ləzgi deyir, Avar deyir, Safur deyir, Tat deyir, Udin deyir, hamı deyir. Amma bir dənə türklər deyəndə ki, mən türkəm, aləm deyir bir-birinə. Niyə? Sən türk deyilsən, sən Azərbaycanlısan. Halbuki 10 milyonluq Azərbaycan, harca bir deyək ki, 7-8 milyonu türkdür. Sadəcə bu insanların böyük bir hissəsi özlərinin milli kimliyini başa düşmürlər. Böyük bir hissəsinə də, yəni başa düşənlərə də imkan vermirlər milli kimliyini ifadə eləsinlər. Buradan izləyicilərimizə səslənir ki, mən özüm türkəm. Mənim türk olmağım Azərbaycanın daxilindəki digər millətlərin hansındansa üstünlüyüm olmağı demək deyil. Hamımız bərabərik. Çünki biz Qarabağ savaşlarında bütün millətlər bir yerdə döyüşmüşük. Bunu tarix göstərir. Onu şəhid olmuş Yəhudi Albert Aqaronov göstərir. İkinci Qarabağ ərəfəsinin aprel döyüşlərində Pəncəli Teymurov cənub bölgəmizdən o göstərir. Və adın bilmədiyim, yaxud adın unutduğum bir sıra qeyri-türk millətlərin nümayəndələri göstərir ki, biz birik. Amma hər iki tərəfə səslənirəm. Eyni tonda bir-birimizə millətimizi çatdıra bilərik. Əgər birimizin digərini çatdırdığımız milli kimlik tonu qıcıqlandırırsa, onu dayandırmalıyıq. Amma yox, mən sizlə eyni tonda sizə deyirəmsə ki, mən türkəm, sən də ol filan millətin nümayəndəsi. Siz bununla qıcıqlanmamalısınız. Yəni, belə şeylərə diqqət eləyin. Azərbaycanın bölünməməsi ilə, Azərbaycanın vahid olması ilə, Azərbaycanın həmişə üçrəngli bayrağın dalğalanması ümidi ilə sizlə sağollaşıram. Növbəti videomuzda görüşərik.